Kamuflaj kursu haqqında ən çox verilən suallar. Birinci sualımız: kamuflaj kursu nədir və nə öyrədilir? Bu kursda vitiligo ləkələrinin, çapıq izlərinin, kəsik izlərinin, əməliyyatdan sonra qalan ağ izlərinin xüsusi kamuflaj texnikası ilə örtülməsi deməkdir. İkinci sualımız budur: kurs nəzəriyyədir yoxsa praktik? Təlim 100% praktikdir. Real pasiyent üzərində canlı işləyirik və bütün texnikaları əyani şəkildə tətbiq edirik. Ən əsası tələbə kurs bitən kimi işləyə biləcək səviyyədə hazırlanır. Növbəti sualımız: bu kursda konkret hansı problemlərin örtülməsi öyrədilir? Vitiligo ləkələri, çapıq izləri, əməliyyatdan sonra ağ izlər. Hər biri üçün fərqli texnika və pigment yanaşması öyrədilir. Dördüncü sualımız: kurs neçə gün davam edir? Kursun müddəti 10 gündür, intensiv proqramdır və ən əsası praktikaya yönəldilir. Beşinci sualımız: bu kursa kimlər qatıla bilər? Bu kursa permanent ustalar qatıla bilər, kosmetoloqlar, gözəllik sahəsində işləyənlər və sıfırdan istəyənlər də qatıla bilər. Və sonda Məsumə xanım, tələbələr niyə sırf kamuflaj kursunu seçməlidirlər? Çünki mən düşünürəm ki, Azərbaycanda peşəkar usta azdır, amma tələbat buna çoxdur. Və əgər siz də yeniliklər öyrənmək istəyirsinizsə, bu kursa qatıla bilərsiniz.